Şusan, sənə 3 dənə sual verəcəm. İlk sual, bir gün boşansaq, başqası ilə evlənərsən ya yox. Amma səmimi və düzgün fikirləşib cavab ver. Boşanma Allah uzaq eləsin birincisi. Boşanma səbəbindən çox şey aslında. Yəni başqasıyla evlənmək haqqında fikirləşirsən Yox, də. deyirsən ki, bir gün boşansaq da, kimdənsə qarantilidir bu həyatda? Birinci suala səhv cavab verdin. Nəyə cavab verməliyəm? Sən deməliydin ki, biz heç boşanmayacağıq. O harda yazılıb? Buradan çıxandan sonra başımıza nə gəlir bilirsə? Eşitmək istəmirəm. İkinci sual. 100 manata məni öpmək istəyirsən yoxsa 1 milyon dolları dünyanın ən gözəl qızını? Bir sənə təhədi söhbət. 1 milyon dollar seçərdin. Yaxşı, onda dünyanın ən gözəl qızı kimdir? İndi onda dünyanın ən gözəl qızı. Sən suala ən başından cavab verməliydin ki, mənim üçün dünyanın ən gözəl qızı sənsən. Təxmə mən nə dedim? Səhv dedim. Bu sualdan da qaldın. İndi üçüncü və sonuncu sual. 100 dənə qadın dolu otağa girsəydin, mən də orada varam. Məni necə və nədən ayırd eləyərdin? Çox danışmağından. Hamımız susmuşuq da. 100 dənə qadın dolu otaq var və orada biri mənəm. Necə ayırd eləyərdin məni? Bildim, gedib baxaram, görərəm. Yox, gözlərim bağlıdır. Nə bilim. Bu sualdan da qaldın. Sən necə ayırd eləyərsən? Mən Cavab deyəndə. odur ki, sənin 100 dənə qadın dolu otaqda nə işin var? Sən heç vəbşi girməməliydin. Dedin axı mən o otağın içərisindəyəm. Nə olsun? Səni tapmaqdan otağa girməliyəm ya yox? Niyə girsən? Girmə. Mən nəyəm? Mən nəyəm ki, divarın o bir tərəfini görürəm. Mən 100 dənə kişinin içindəyəm. Mənə taparsan. Mən o otağa girmərəm heç vaxt. Mən oradayam. Nə olsun? Onu düzdürsə girmərsən, istəyirsən mən də sənə. Görürsən sən də bu cavabı verməliydin. Təşəkkür edirəm.